Bozqulağın bahar sevinci. 1-ci sinif dinləyib anlama. Biri var idi, biri yox idi. Bir dovşan var idi. Adı da Uzunqulaq idi. Günlərin bir günü qaranquşların səsi onu yuxudan oyatdı. Uzunqulaq burnunu qırışdırdı. Quşlara bax, səs salırlar. Qoymurlar yatım. Axı mən yatmaq istəyirəm. Anası ona cavab verdi. Dur, gözəl balam. Onlar adi quşlar deyil, qaranquşlardır. Onlar gəliblərsə, deməli bahar gəlib. Uzunqulaq qulaqlarına inanmadı. Bahar gəlib, elə bircə gecədə onu qaranquşlar gətirib. Yox, Uzunqulağım, bahar qaranquşları gətirib. O gəlib, havalar istiləşib, qaranquşlar da vətənə dönüblər. Uzunqulaq yuvadan bayıra atıldı. Ah, çiçəklərə bir bax, günəş də çıxıb, hər tərəf yaşıllaşıb. Elə bu vaxt Şirincə adlı alma ağacı onu səslədi. Dost, hara gedirsən? Buzqulaq dedi. Salam Şirincə, gedim görüm, kirpi oyanıb, düz 3 aydır ki yatır. Şirincə qolunu uzadıb çiçəklərdən birini dərdi. Al bunu da dostuna apar. Uzunqulaq nəzakətlə sağ ol, dedi. Çiçəyi alıb dostunun görüşünə tələsdi. Əziz dostlar, diqqətli olun, sualları cavablandırın. Əziz dostlar, videoları bəyənin, kanalımıza abunə olun və ilk xəbərdar olmaq üçün zəng butonuna basın.